Planır. Bu iddia ilə verilişimizin qaynar xəttinə müraciət edən vətəndaşların şikayəti əsasında bir araşdırma apardıq. Əvvəla onu deyim ki, söhbət Bakıdan Yasamal rayonu ərazisindəki bir işlək məhəllə yolundan gedir. Araşdırma zamanı başqa məqamlar ortaya çıxdı. Bir sözlə, bütün bu etiraza səbəb tikinti şirkətinin məhəllədə gəlib göydələn tikmə istəyidir. Daha ətraflı indi təqdim edəcəyim reportajda danışacağım. Odur ki, izləyək. Bize bir dəfə girib, öz başına gider. İstəmirəm, söz mənim mən bilmirəm sakinlərlə evin söhbətini eləyim, yoxsa yolun söhbətini eləyim. Söhbət 35 ailənin yaşadığı əraziyə gedən yolun bağlanmasından gedir. Yasamal rayonu Şəfaət Mehdiyev 181-235 ünvanında bir hayküyü var idi ki, gəl görəsən. Adı çəkilən ünvana qaynar xəttimizə gələn zəng əsasında yollanmışdıq. Məhəlləyə çatar-çatmaz sakinlərdən əvvəl bizi bu ağır texnikalar qarşıladı. Aydın oldu ki, bu yol az sonra bağlanacaq. Bəs ərazidə yaşayanlar necə buradan çıxacaqlar sualımızın cavabında isə eşitdik ki, onlar üçün alternativ yol salınacaq. Özü də düz tikinti aparılacaq ərazidən. Bəs təhlükəsizliyi necə qorunacaq sualımız isə cavabsız qaldı. Əlqərəz, birazdan bağlanacaq yolumuzla davam edərək Başaloğlu küçəyə çıxan sakinlərlə qarşılaşdıq. Bildirildi ki, buradakı problem artıq 6 aydır davam edir. Gold Residence tikinti şirkəti ərazidən göydələn tikintisi aparmaq üçün icazə alıb. Amma o da bildirilib ki, sakinlər köçürüləndən sonra söküntü və tikinti aparıla bilər. Elə ötən il sakinlərin köçürülməsi ilə bağlı tikinti şirkətinin nümayəndələri gələrək danışıqlara başlayıblar. Amma bu danışıqlar nəticəsiz olub. Müsahiblərim iddia edir ki, danışıqların nəticəsiz olduğunu görən Gold Residence tikinti şirkəti yolumuzu bağlayıb bizi necə deyərlər, blokadaya almaqla öz əməllərini həyata keçirtmək istəyir. Heç kəsin qapısını döymədən, gəlib demədən ki, ay xanım, mən bu sənədi gətirmişəm, bu sənədə əsasən sənin öyvü söhmək istəyirəm, yolu bağlamaq istəyirəm. Bu heç biri absolutla belə bir şey yoxdur. Amma çıxmışıq kutuya, görürük ki, yolumuzu həyətdə bağlayırlar. Mən onun tikdiyi quş damını istəmirəm. Yolu başlayıblar, hal-hazırda işin görürlər, oradan alternativ yol çəkmək istəyirlər ki, sizin üçün alternativ yol. Bəli, bizim üçün alternativ yol çəkmək istəyirlər. O da onların öz ərazisidir, katlaman ərazisidir. Bizə istədiyimiz pulu versinlər, çıxaq. Bizi qane eləm, 3 ailə yaşayıram. Mənə 2000-dən 2500-dən pul deyirlər. Mən ondan qane olmuram. Söhbət zamanı onda öyrənirik ki, burada yaşayanlara torpaqları müqabilində mənzillər təklif olunur. Sakinlər isə bununla razılaşmır. Amma problem tək bununla da bitmir. Gecə saatlarında ərazidə ağır texnikaların işləməsi ətrafda əməlli başlı narahatlıq yaradır. Evlərdə gözlə görünə biləcək dərəcədə çatlar da əmələ gəlib ki, bu da hər an yaşana biləcək təhlükəli vəziyyətdən xəbər verir. Gecəmiz gündüzümüz yoxdur. Bu nə dərəcədə düzgündür ki, siz saat 10-da gətirir texnikanı, burada cəmaatı narahat edir, gecə işləyir. Burada yaşlısı var. Qardaş, kənd sənətimi də gətir. Mənim hal-hazırda çıxarışım da var. Çıxarışımı da təqdim edə bilərəm belə. Televiziya vasitəsində baxa bilər. Həyatımın da mülkiyyəti var. Bütün dokumentdir mənim həyatım. Çəkiliş zamanı onu da öyrənirik ki, məhəllədəki 8 ailə artıq tikinti şirkəti ilə razılaşıb və şirkət tərəfindən kirayə mənzillərə köçürülüblər. Elə bu an Gold Residence şirkətinin icraçı direktoru Nurlan Məmmədov əraziyə gəldi. Onun gəlişi ilə yenidən bir səs-küy qopdu ki, gəl görəsən. Siz bizim təmin edildiyimiz evlə tanış olmuşsunuz. İstəmirəm təmin eləmək. Bugün mən sənin evi istəmirəm. Çünki mənim 85 yaşım var. Gedib kvartant yaşamaq istəmirəm oğlum. Başa düşdün bunu? Sakinlər nəqd pul almayacaqları təqdirdə evlərindən çıxmayacaqlarında israrlıdırlar. Tikinti şirkəti isə heç bir halda nəqd ödəniş olmayacağı, yalnız şikayətçilərin mülkləri müqabilində onlara yeni tikiləcək binalardan mənzillərin veriləcəyini bildirdi. Hər bir evin alınması üçün 20% əlavə təklif olunur. Onu istəmirəm. İstəməməyi üzr istəyirəm, sakin müdaxilə eləyir deyə mən danışa bilmirəm. İstəməməyi bizlik deyil. Şirkət tərəfindən ki, belə qoyulan bir qaydalar var ki, evin 20%-ni əlavə edirik və hər bir evə də məsəl üçün təklifimizi sunmuşuq. Bu evə yaxınlaşırıb təklifimi buyururam, deyir ki, mən üzr istəyirəm, mən ev istəmirəm, hətta mən qoyulan qiymət yox, mən hətta kosmik qiymət istəyirəm. 8 ailə köçüb. O gördüyünüz qardaş, o gördüyünüz ön tərəfdə 8 dənə ailə köçüb evlə təmin olunub. Nurlan Məmmədov sakinlərlə razılaşmayacaqları təqdirdə şirkət tərəfindən məhkəməyə müraciət ediləcəyini bildirdi. Şikayətçilər isə
rəsmi Kupçalı və sənədli evlərindən heç bir təzyiqlə çıxmayacaqlarını dedilər. Ərazinin aid olduğu Yasamal rayon icra hakimiyyətindən isə Real TV-yə verilən cavab belə oldu ki, adı çəkilən ünvanda tikinti aparılmasına dair şirkətin icazəsi olsa da, iş aparılarkən sakinlərin də razılığı mütləq şəkildə nəzərə alınmalıdır. İcra hakimiyyəti tərəfindən Gold Residence MMC-nin söküntü işləri apardığı əraziyə baxış keçirilib. Burada sənədləşmə işləri tam başa çatmadan aparılan söküntü işləri şifahi xəbərdarlıq edilməklə dayandırılıb, müvafiq sənədləşmə işlərinin başa çatdırılması, köçürülmə ilə bağlı razılaşma əldə edilməsi, sakinlərin rahat yaşayışının və maneəsiz gediş-gəlişinin təmin edilməsi MMC-nin rəhbərliyinə tapşırılıb. O ki qaldı, həlli müşkülə çevrilən razılığa Yasamal rayon icra hakimiyyəti çıxış yolunu məhkəmədə gördü. Stat, sakinlər istədikləri vaxt məhkəməyə müraciət edib öz hüquqlarını bu müstəvidə qoruya bilərlər. Çünki yaranan problemə ancaq məhkəmə müstəvisində son qoyula bilər. İlkin Abbas, Eldəniz Əhmədov, Real TV. Yeri gəlmişkən, onu da deyək ki, hazırda problemlə üz-üzə qalıb, problemin qısa zamanda müsbət həllini görmək istəyənlər. Məncə, siz də artıq hara müraciət etməli olduğunuzu yaxşı bilirsiniz. Hər ehtimala qaynar xəttimiz 055 510